1913-cü ilə səyahət eləyək. Belə ki, o dövrdə Henry Ford konveyer istehsalat sisteminin avtomobil istehsalatına tətbiqini ilk dəfə olaraq icra etmişdi. Yüzlərcə insan konveyer xətti ətrafında toplaşıb, hamısı istehsalat prosesində iştirak edirdi və analiz edəndə görürük ki, hər bir şəxs sadəcə bir sadə mexaniki prosesin icrası ilə məşğul olurdu. Ümumi prosesi analiz edəndə gördüyümüz odur ki, o dövrə qədərki tətbiqlərə nisbətən effektivlik çox böyük ölçüdə artmış olmuşdu. Amma ki, fərdlərə baxdığımız halda ortaya çıxan çox ciddi bir problem var. Belə ki, bir fərdin fəaliyyətinə baxdığımızda görürük ki, o şəxs günlərcə, aylarca, hətta illərcə dayanmadan eyni əməliyyatı edir gün ərzində. Bu bir müddətdən sonra artıq çox sıxıcı hal almağa başlayır və işçilər motivasiya itirməyə başlayırlar. Bu və bənzər motivasiya problemlərinin həll olunması və bir çox halda işçilərdə və tələbələrdə effektivliyin yüksəldilməsi məqsədi ilə tətbiq olunan metodlardan, yanaşmalardan biri də oyunlaşdırmadır.